Seyran bəy, istər din tərəfindən, istər də kvant fizikasında ə, haram və yaxud da qadağan olunmuş davranışlar var. Yəni bunu din haramdır deyir. Kvant fizikası da deyir ki, bunu bu şəkildə düşünsəniz və yaxud da bu şəkildə ifadə etsəniz, dilə gətirsəniz, bu sizi məhdudlaşdıracaq və yaxud da bu davranış sizin inkişafınızı dayandıracaq. Pozitivə doğru, yəni düşüncə tərzini məhdudlaşdıracaq. Həm də neqativə doğru çəkəcək. Mən çox istəyərdim ki, bunu siz birləşdirib, niyə bunu belə deyirlər, əslində olan nədir, bundan danışasınız. Təbii. Təşəkkürlər. Bu ümumiyyətlə haram kimi tanımlanır. Məsələn, dini sferada haram kimi tanımlanır ki, biz də eşitmişik bunu böyük ustadlardan ki, haram da olmaz. Bəzi hallar ki, var ki, üsyan tipində üsyanı aparıb çıxardır daha doğrusu. Üsyan bu ki, yəni insan dayanmadan fəryad eləyəcək, narazı olacaq, aramlığa rahatçılığı olmayacaq. Və kvant fizikası da ümumiyyətlə bütün dünya elmləridir ki, var ki, müxtəlif tipli, yəni adlar qoyublar ki, kvant biologiyası. Bunlar müasir adlar deyil. Bunlar zaten qədimi, çox qədimi yəni adlardır, elmi adlardır. Möhtəşəm adlardır. Bunlar insanın diri qalmasına ötürü lazım olan önəmli, yəni vacib məsələlərdən biridir ki, insan bunları gəlib bilsin. Bilsin ki, haram deyəndə haram sözü qorxulu gəlir insana. Olmaz sözün insan elə bir varlıqdır ki, olmazları xoşlanır. Amma o xoşu ilə deyildir. Zaten belədir ki, insan üsyan eləməyi, hansısa bir deyək ki, hadisə nəticəsində üsyan eləməyi, hay-küy salması, yersiz ağlamaları, qışqırtıları, sürüşü, tənqid və təbii ki, reaksiyalar, bildirdiyi reaksiyalar ki, neqativə, məntiqsiz, yəni ki, məntiqsiz, yəni emosional bir bildirişlər ki, bildirəcək, hay-küylü, hətta bir xəstələnir, təşvişə düşmə. O təşvişə düşmə bu mənim özümlə bitmir ki, bu təşviş mənim özümdə məsələni və gördüyüm, müşahidə etdiyim ki, o hadisə ki var, o hadisəni birinci böyüdür mənim gözümdə və mənə görə. Birinci mənim özümün tabım olmur buna, yəni taqətim olmur. İkincisi də bu tab və taqətim olmadığı üçün mən üsyankar hala keçirəm, başlayıram üsyan eləməyə. Üsyan yəni qışqırtı, lazım olmayan deyək ki, qeyri-adekvat hərəkətlər, hallar, əlini üzünə atmaq, əlini saçına, özünə elədiyi həm də fizioloji, yəni əl hərəkətləri ilə özünə elədiyi zülm və sistem deyirlər buna Azərbaycan dilindəki. Bu hallar buna nə qədər təsir qoyacaqlarsa, bu barədə indi biz səcə də olsa izah istəyirik verək inşallah ki, bu insana nə qədər təsirlər var. İnsanın burada söhbət fizioloji durumundan tək getmir də. Yəni ümumiyyətlə insanın əsas faktoru olan beyindən söhbət gedir ki, insanın şuurunda nə təsirlər qoyacaq, insanın şuuru necə formalaşacaq, yəni bu hallardan, yəni bunlar necə təsirlənəcək. Və sözünüzü kəsirəm, tək insan yox, o toplum içində olan hadisələr var da, yas mərasimlərində. Həm də oradakı insanlara necə təsir edəcək? Çünki onu gəlib izləyən kütlə var da, yəni o mərasimin baş anadır və yaxud da bacıdır, yəni baş qəhrəman deməyim, amma belə başda gedən şəxslər var ki, ətraf onları izləyir və o əslində o ətraf izləyən ətraf üçün də bir karma götürür öz doğmalarına ki, baxır anaya və öz övladını onun övladının yerinə qoyur ki, mənimki ölsəydi və yaxud da mənimkinin başına bu hadisə gəlsəydi və görün orada nə qədər xaos və nə qədər insan taleyi orada oynamış olur. Hərə bir taley yazır orada öz üçün. Yaxşı mənada yox, negativ mənada alt-üst olur. Alt-üst olur çünki ötürüm maksimum olur. Çünki orada heç kəs deyək ki, şirin qəm, yəni itkidə, hansısa bir müsibətdə şirin qəm, yəni göz yaşı, icazəlidir. İcazəli deyəndə bu mənada ki, heç kəs o icazə vermir, buyurun ağlayın. Məsələn üçün özünün içində, yəni hər bir kəsin içində bir səxavət, bir rəhm hissi var ki, o aktivləşir ki, insanda göz yaşı əmələ gəlir. Bu da yaxşı, normaldır. İnsan, yəni bu insanın bir olmasından xəbər verir. Amma həddindən artıq aşırı dərəcədə siz deyən kimi ki, baş verir, bu artıq ötürüm baş verir. Burada bu üsyankar xarakter xüsusiyyətləri ki, formalaşır insanda, şuurda formalaşır. Bu təbii ki, yenə deyirik də, bu yaşanmışlığa bağlı olan bir məlumatlardan doğur bu hallar, bu hadisələr. Ona görə insan
maksimum başlayır o üsyankar xarakterini aşkar etməyə və o siz deyən ki, ötürüm var, orada ağlamaq varsa da belə, düzdür, hər özünü ağlayacaq orada. Yəni bu şuurlu şəkildə bunu belə dərk eləməsə də, şuuraltı insan ötürümü ancaq nəyi, yəni itirmə qorxusunu yada salacaq. Bu şuurda olmayacaq. Bu bunun daxili aləmində, bu şuuraltı dediyimiz məfhumda baş verəcək ki, öz əzizini itirmə qorxusuna, yəni fokuslanaraq ağlayacaq. Ağlamağa hətta o isterik bir hala gəlib çata bilir ki, onu sakitləşdirmək də mümkün olmur ki, o hala gəlib çatır. Hətta ürək getmə kimi, ürək özündən getmə bu hala da gedib çıxa bilir. Ki bunu eləməsə daha yaxşıdır. Çünki bunu eləməsə daha yaxşıdır ona görə yox ki, məsələn insan deyək ki, rahat yaşayacaq, xəstələnməsin. Bu mənada yox. İnsanın xəstəliyi, fizioloji xəstəliyi o qədər təhlükəli deyil ki, nə qədər onun psixoloji sferdə xəstəliyi ən çox təhlükəli odur ki, insan onun fərqində olmaya bilir. Elə bir qlobal xəstəliyə tutula bilir ki, insan şuur, şuuraltı. Ümumiyyətlə tək şuur, şuuraltıdan söhbət getmir. Söhbət elə alt şuurdan da gedir. Söhbət elə insanın əsas təşkil edən, insanın əsasını təşkil edən ki, onun DNK-sından söhbət gedir ki, ora hansı informasiyalar, hansı məlumatlar o hadisələr, o qurduğu o səhnələr nəticəsində göndərmiş olur. O göndərdiyi məlumatlar ki var, o göndərdiyi məlumatlar zaten o DNK-da baş verən dəyişimdə şuuraltı dəyişim baş verir. O da o dəyişimdə müqayisəni yaşanmışlıqla aparır. Yəni şuura, senzuradan şuura ötürülən informasiya neqativ olur. Elədiyi işi düz bilir. Əminlik yaranır. Əminlik yaranır. Bu hüzur var. Əminlik yaranır, bir arxayınlıq, bir əminlik yaranır. Ona uyğun ağlayır. Ağlayan adam, narahat adam görmüsünüz? Yox. Ağlayan adam həmişə arxayın ağlayır. Yəni arxayın. Niyəsə arxayın, əmin. Əmindir. Ağladığı şeyə sanki əmindir. Sanki əmindir, amma zaten çox vaxtlarda belə olmur. Yəni, amma yaradır da. Yaradır. Bu obrazlı səhnədir. Bunun insanın bu ağlamağın özü, yəni bunu heç aşağılamaq mənası ilə demirəm. Bu ağlamağın özü də bunun möhtəşəm, yəni obraz səhnə yaratmağından xəbər verir ki, bu insan, yəni yenə də primitiv varlıq deyil də. Hətta bunu eləyə bilirsə də yenə möhtəşəmdir. Amma məsələ budur ki, bizim işimiz budur ki, bunu demək istəyir ki, əgər bunu bacarırsansa, yəni insan bunu bacarırsa, deməli gözəl olan bir şey ki var ki, gözəl sözü də ki, yəni bunu ifadə eləmək, vəsf eləmək üçün də azdır. Bundan gözəl bir şeylərlə də insanlara, özünə xidmət edə bilərsən. Məsəl üçün deyək ki, hansısa bir içkidə, bir müsibətdə, məsəl üçün səbr göstərmək, səbr deyəndə ki, yəni dözümlə, ya inadkarlıqla yox, həqiqətən də razılaşmaq. Bəli, düşüncə nəticəsində, yəni dərin düşünərək, razılaşmaqla bunu ötüşdürmək yox, bunu fitrətə çevirmək, yəni bunu həqiqətə çevirmək, bunu düşüncə ilə dərinləşdirmək və bu halın, yəni mənim bu halımın, bu aramlığımın, bu razılaşmağımın nəinki özümə, ətraf mühitə nə qədər böyük pozitiv, nə qədər möhtəşəm deyək ki, döyüntülü bir ötürüm, yəni titrəşimlə. Yəni o titrəşim ki, heç vaxt sönməz bir titrəşimdir. O insan hətta, yəni həmişə demişik bunu, insan tərpənməsə də belə, hətta insan yox, bioloji varlıq, hətta bizim gözümüzlə görsənməsə də belə titrəşimi var. Hər məlumat titrəşimlə ötürülür. Hər məlumat, hər informasiya, hər emosional hal titrəşimi var bunun. Yəni bu insan istəyir danışsın, siz danışmasın. Bu ötürülür. Amma bir də ki var ki, məntiqə dayanmayan emosional üsyan halı insanda ki baş verir gün ərzində razılaşmamalar, məsələn söyüş tipli, məsələn deyək ki, təhqir, söyüş, hamısı bura aiddir. Qeyri-adekvat insanlarla davranma, özü ilə davranma. Bunlar hamısı neqativ mənada birinci insanın özündə düz bilmə kimi belə bir şey yaradır ki, sanki bu işdə düzdür. Fəryadı da ora bağlıdır ki, düz olmağını isbat edib, sübut eləməkdən ötürü 4-5 nəfər, məsələn 100 nəfər adam da ona stimul versin qıraqdan ki, bunun ağlamağı və əşyanı düz idi, dəstək. Və bu nəinki özündə bir neqativ şuur formalaşdırdı. Hətta yüzlərlə insanda belə bir təfəkkür şuur formalaşdırdı ki, belə bir üsul düzdür.
və bunu bir adətə çevirirlər. Bu bir vəzifəyə çevrilirsə, insan həqiqi vəzifəsindən uzaqlaşıb xurafat dediyimiz, yəni batıl olan bir həqiqət bildiyi bir şeyə fokuslanır ki, hansı ki, orada da nizat yoxdur, yəni düşüncədə nizat yoxdur. Çünki orada ancaq düşüncə dayazdaşmaqla məşğuldur. Yəni insan öz əli ilə qazdığı quyunu yaxşı mənada, yəni insanlara xeyir vermək üçün, özünə xeyir vermək üçün qazdığı bir quyunu əli ilə, daşla, kəsəklə doldurmaqla məşğuldur. Daha da dayazlaşdırır. Dayaz nə qədər dayazla olsa, yəni o qazdığı quyu, onun suyu bir o qədər nə edəcək, aşağı çəkiləcək. O su olmayacaq. Axırı ona axırda quyu yox, yəni su verən quyu yox, ona hansısa bir çuxur deyəcəklər. Və bu düşüncədə də belə olur. Siz bir çox düşüncələr o qədər dayazlaşır ki, o düşüncənin adı çevrilib olur çuxur düşüncə. Yəni çökək olur o düşüncəsində insanın və ya desək fəlsəfi yanaşsaq ola bilsin ki, bir çox insanlar bunu qəbul eləməzlər. O çuxur düşüncəli insanların xüsusiyyətləridir ki, orada nə yığılacaq həmişə? Nə yaxsa, nə axsa maye muzaf, yəni çirkli su mənbəyi, yığan bir mənbə. Orada nə yığılacaq? Ancaq ağcaqanad kimi belə bir şeylər yığılacaq ki, hansı ki, onlardır ki, düzdür, onların dövriyyədə, bioloji sistemdə faydaları var. Amma biz insan faktorundan danışdığımız üçün, yəni misalı bu cür vurduq ki, yəni bunun insana heç bir faydası olmayacaq zərərindən başqa. Yəni bax bu ən təhlükəlisi də budur ki, dayaz düşüncə, yəni bu formada formalaşır. İnsan fərqində olmadan hansısa bir müsibətlər, fərqi yoxdur, hansı hər halda baş verən bir müsibət kimi tanınan bir şeylərdə kəmhəvsələlik eləyib, düşüncəsizlikdən atdığı addımlarla öz həyatını və başqalarının həyatını bərbad eləmiş olur. Yəni nəfsini qurbanı olur. Və bunu aşılayır. Və bunu aşılayır, və bunu təlqin edir və bunu düz bilir. Və həqiqətən kitab da yaza bilər bu barədə. Və təbliğ edə bilər və kitabını da inadkarcasına müdafiə edə bilər ki, bu belədir. Ən gözəl mahnılar da yaza bilər ondan yəni. Gözəl var, romantik bir mahnılar da yaza bilər, insana bunu ötürə bilər. İnsanın romantik xüsusiyyətlərini çox aktivləşdirir, çünki insan əlində başqa bir şey yoxdur. Romantika çox gözəl bir haldır insanda. Amma bu romantika, o romantikadan deyil. Yəni bu romantika o romantikalardandır ki, özünü və başqalarını ora salır, o sistemin içinə salır ki, o sistemin də dövriyyəsi, əhatə dairəsi çox kiçikdir. Məsələn, deyək ki, təşkil eləməlidir 5 kilometr, təşkil edir 5 santimetr. Yəni o 5 santimetrdə o demək deyil ki, 5 santimetrdirsə titreşim təsiri 5 santimetr olacaq. Məsafə kiçildikcə neqativin ötürmə dalğası daha çox böyüyür. Daha çox böyüyür, daha çox enerji təsiri daha çox olur. Yəni məsafə olaraq, yəni kilometr olaraq. Yəni ümumi elə götürsək kilometraj olaraq məsafə zad bilmir. Yəni çox böyük bir təsir qoyur. Göründüyü qədər təsir qoyma potensialı olur. Çünki pozitiv insanın görünmə belə istəyi olmur. Yəni pozitiv düşünən, dərin düşüncəli insanın bu qədər görsənmə istəyi olmur. O insanların görsənmə istəyi olur ki, onlar fəryad və üsyan və tüğyan halında olan insanlardır ki, onlar elə onların əhatə dairəsi, yəni titreşim sahəsi 5 santimetrdə olsa, çünki görsənmək istəyir yəni. Yəni onun hayı, küyü uzaq məsafələrdən də belə hiss eləmək olur. Çünki o heç vaxt yatmır. Yuxusunda hərəkət çəkilir deyirlər hətta. Yuxulu hərəkət çəkilir. Həmişə ayaq üstədir, dikdir, beyni sanki ayıq kimi görsənir. Amma nəyə ötürməklə məşğuldur? Neqativ informasiyanı bütün bəşəriyyətə yaymaqla məşğuldur. Hansı ki, bir çox hallarda da eşitdikləri məsələlər ki var, eşitdiklərlə hərəkətdədir. Məsələn, o bayaq dediyimiz ki, yas mərasimləri ki düşür, bəzi hallarda orada insanlar ki ağlamaq olurlar. Orada ağlayan insanların da hamısı belə deyil, bir çoxları öz hallarından, öz halı deyəndə şəxsən məxsus özünə görə yox, özü komfortdan çıxa bilmə təhlükəsi kimi belə bir proqram formalaşır və onu
şuuraltı olaraq aktivləşdirir və itirmə qorxusu şuuraltı öz yaxınlarına başlayır hopdurmağa. Və yaxud da qarşısına öz övladını gətirir. Vizual olaraq öz Öz üzünü övladını, canlandırır. təbii öz Kafasına övladının canlandırır. yazığı gəlmə, bu kimi şeylər aktivləşir, başlayır ağlamağa. Amma bu nə qədər yaxşı bir şeydir, nə qədər yaxşı bir şey deyil ki, nə qədər yaxşı bir şey olub olmamağını və ya izah elədik səthi də olsa gücümüz çatan qədər ki, bu anormal dərəcədə təsiri çox böyükdür. O qədər böyükdür ki, yəni dünya şərqindən qərbinə belə təsir qoya bilir. Yəni o qədər böyükdür. Baxmayaraq ki, əhatə dairəsi çox kiçik görsənə bilər ki, bu insan əhatə dairəsi kiçikdir. Məsələn üçün, elə bir insanı görəndə hamından qaçır deyək, elə deyil. Qaçırlar ki, bu ancaq negativ danışır falan. Amma məsələ odur ki, əgər bundan qaçırsa insan, deməli ötürüm var ki, qaçırdı, elədir. Deməli, bu hətta danışmasa belə, bir yerdə dayansa belə, ondan mən qaçmaqla deyil, onun məlumatı, informasiyası, titreşim vasitəsilə ötürdüyü məlumat və informasiya məni təqib eləməkdədir. Mən və məni kimiləri həmişə təqib eləməkdədir. Ona görə xaos daim dövriyyədə bitmədən insanlara təsir qoymaqla məşğuldur. Bu qədər.